Çexyadan Azərbaycan xalqına ateşli salamlar. Keçən videoda demişdim ki, sizə gələn videoda agentura barəsində söhbət açacağım. Yəni agenturanın müsbət və mənfi cəhətləri barəsində və bu günlərdə əlavə olaraq həm də Çexiyaya necə gəlmək olar o barədə söhbəti açmaq istəyirəm. Odur ki, ekrana yaxın əyləşin. Kim kanala abunə deyilsə, kanala abunə olun, like düyməsini basın. Məlum məsələdir. Şərhlərdə sizin əlavə suallarınız olsa, şərhlərdə mütləq suallarınızı yazın. Bilirəmsə cavablandıracağım mütləq və zınqrov düyməsində basın ki, gələn videodan agah ola bilərsiniz. İlk öncə agenturanın olan şeydir, o barədə qısaca məlumat verim ki, ola bilər ki, bəzi insanlar başa düşməsinlər, yəni bilməsinlər bu agenturanın olan şeydir, o barədə qısaca məlumat verim. Agentura Çexiyada yerləşir və o agenturanın da bir çox zavod və bir neçə zavod və fabriklərlə öz kontraktları var, əlaqələri var. Yəni o elə bil ki, bura gələn adamları, yəni fərq eləmir Azərbaycandan, ya Ukraynadan, ya nə bilim başqa ölkələrdən fərq eləmir. Kim ki bura gəlir, yəni agenturanın yolu ilə, əli ilə. Deməli, həmən o adamları, həmən agentura hansı zavod və fabriklərdə işçi qüvvəsinə tələb varsa, o yönləndirir oraya işçiləri. Amma agenturanın işçisi hesab olunur. Yəni o işlədiyi zavoddan, fabrikdən asılı olmayaraq, o zavodun işçisi sayılmır. Düzdür, gedir, gəlir ora. Amma həmən o adam ki, maaş alanda onun maaşını agentura verir. Yəni zavod yox. Deməli, zavod ya fabrik o pulu ödəyir agenturaya. Agenturadan oradan öz gəlirlərini götürür. Oradan onların nə əlaqələri varsa, necə danışıqları varsa, onu mən bilmirəm. Çünki mən agentura işlətmirəm, bilmirəm. Yəni, bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, yəni də demək istəyirəm ki, bir də aydın olsun deyənə. Mən bura heç kimi dəvət eləmirəm. Yəni, mən o dəvət işinə baxmıram. Bura adam götürmək işinə baxmıram, qətiyyən olaraq. Sadəcə olaraq məlumatlar verirəm. Yəni, bildiyim məlumatlara çatdırıram ki, kiməsə bəlkə kömək olar. Deməli, həmən o zavodda, fabrikdə çalışan adam maaşını agentura verir. Bu agenturanın müsbət və mənfi cəhətləri barəsində danışmaq istəyirəm. Müsbət cəhəti nədir? Müsbət cəhəti odur ki, əgər sən, məsələn üçün, agentura gəldin bura, səni apardı, fabriklə tanış elədi və səni orada işə düzəltdi, sən başladın orada çalışmağa. Misal üçün, 5 gün, 10 gün, nə bilim, 1 ay, 2 ay fərq eləmir. Neçə müddət işləyəndən sonra, misal üçün, görürsən ki, sənin üçün bu iş çətin gəldi, ya darıxdırıcı gəldi, ya misal üçün, sən bacarmırsan bu işi də, yəni sənlik deyil bu iş. Yəni görürsən ki, mümkün deyil də, yəni işləyə bilmirsən, sıxılırsan, o zaman agenturaya zəng gəlirsən, deyirsən ki, bəs mən işimi dəyişmək istəyirəm, bu iş mənim xoşuma gəlmir. Və həmən agentura sənə deyir ki, oldu, okey, və sən oradan çıxırsan, nə bilim, bir həftə ərzində sənin başqa bir işlə, başqa bir fabrikə, yəni tez bir, qısa bir müddətdə işlə təmin edir, yəni başqa bir fabrikə. Yəni sənin iş yerini dəyişir. Misal üçün, mənim öz başıma da gəlmişdi, mən ilk dəfə işlədiyim bura gələndə, mən də agenturanın işçisi idim. Gəldim, mənə getdim, işlədim. 20 gün işləyəndən sonra oradan çıxmalı oldum müəyyən səbəblərdən və bir həftə hardasa belə evdə oturdum. Yəni çünki onlar o sənədləri oradan götürürlər, həmin o zavoda, nə bilim, yəni o agenturanın öz işidir. Əlaqə saxlayırlar, oradan nə vaxt gələ bilər işçi. O üçün bir həftə ərzində başqa bir fabrikə işlə təmin elədi. Getdim, orada da işlədim. Orada da 7 ay işləyəndən sonra oradan çıxdım, getdim tamamilə başqa fabrik. Yəni orada dedim ki, mən burada istəmirəm işləmək, iş yerimi dəyişmək istəyirəm. Yəni axtarışdaydım da, yəni axtardım ki, daha yaxşı, daha münasib iş yeri olsun. Və sonraki gəldiyim fabrikdə isə hardasa demək olar ki, 4 il mən qaldım, həmən o fabrikdə çalışdım. Yəni ora mənim üçün normal idi. Yəni agenturanın müsbət cəhəti yalnız və yalnız budur. Bir də səni evlə təmin edir. O da evlə təmin edəndə də ola bilsin səndən yarı maaşından az bir miqdarda tutsun. Elə agentura var ki, heç tutmur, yəni agentura tam özü ödəyir o evi pulunu. Yəni bu qədər. Agenturanın müsbət cəhəti yalnız budur. Mənfi cəhəti nədir? Mənfi cəhətləri isə deməli, mənfi cəhəti odur ki, sən 13-cü maaşı almırsan. 13-cü maaş, yəni keçən dəfə soruşurlar mən 13-cü maaş nədir? 13-cü maaş odur ki, 12 ay 1 il işlədin, yəni hər ay sən maaşı alırsan və əlavə olaraq, maaşdan əlavə olaraq 1 ayın maaşını sənə verirlər. Əlavə olaraq, maaşdan əlavə. Deməli, o 13-cü maaşı da nə cür verirlər?
6 ay işləyirsən, 6 ay yarısını verirlər. 6 aydan sonra belə bir ki, dekabrda, yanvarda ya da dekabrda, onda o baxır fabriklərdə özlərini özü bölüşdürürlər. Belə bir ki, 13-cü maaşı 2 yerə bölürlər. 6 aydan bir sənə o maaşı verirlər. 13-cü maaşı deməli almırsan agenturada işləyəndə, sonra hər ay burada işçilərə premiya yazılır. Premiyada cürbəcür qiymətlər olur. Yəni o konkret qiymət deyil ki, deyim 100 manat verirlər, 200 manat verirlər. Yox. O baxır sənin iş stajından, o baxır sənin iş bacarığından, o baxır sənin gördüyün işə, nə qədər proses bacarırsan, neçə dənə proses bacarırsan, ona uyğun da həmin o şeylərin qiyməti qalxır, premiyanın qiyməti qalxır. Ola bilər 300 olsun, ola bilər 400 olsun, 500 də ola bilər. Yəni 500 manat demək istəyirəm, Azərbaycan pulu. Yəni premiyalar, yəni o premiyanı sizə vermirlər. Yəni mənim özümə gəlmişdi bizim burada mister deyirlər, yəni başımızın üstündə dayanana da bu işi idarə edən gəldi mənə dedi ki, sənə premiya yazmışam. Mən də onu dedim ki, mənə niyə premiya yazmısınız? Çaşıb qalmışdı. Deyir ki, necə başa düşmədi. Mən premiya yazmışam. Yəni özlüyündə fikirləşir, onun üz gözündən görsəndi ki, yəni mən buna premiya yazmışam, amma bu isə mənə deyir ki, mənə niyə premiya yazmısınız? Mən ona başa saldım, dedim ki, ona başa saldım ki, o premiyadan mənə heç bir qəpik də qalmır da, qara qəpik də qalmır. Onu agentur özünə götürür. Yəni o da şoka düşmüşdü. Nəysə, sonra mən agenturaya zəng elədim, agentura mənə deməli o mənə yazmışlar 320 manat, amma agentura mənə bir ay 80 manat ödədi, sonra gələn ayda 80 manat ödədi. Mən agenturaya dedim ki, əgər mənə premiyadan pul verəcəksinizsə, mən deyim mənə yazsınlar. Yox, əgər mənə pul verməyəcəksinizsə, onda mən deyəcəm heç mənə premiya yazmasınlar. Çünki premiya mənə yazırlar, amma qazanan agentura olur. Canım sizə düşün. O üçün mənfi cəhətinin də biri budur. Premiyanı vermirlər, 13-cü maaşı almırsan və plus otpuska məsələsi, məzuniyyət. O ki, məzuniyyətə çıxırsan, məzuniyyətə çıxanda, yəni sənin 25 gün ərzində icazə vardı, bir il işləyəndən sonra 25 gündə, ya 23, ya 25 nəsə bu radələrdə məzuniyyətə çıxa bilirsən. Məzuniyyətə çıxanda da həmən o məzuniyyət pulunu sənə agentura vermir. O məzuniyyət pulunu fabrik ödəyir agenturaya, mən biləni. Amma onu sən almırsan. Amma fabrikin, zavodun özünə işləyəndə isə bu sadaladıqlarımın hamısını sən alırsan. Yəni əldə edirsən, yəni o pulları, yəni itirmirsən. Yəni belə bir müsbət və mənfi cəhətləri var. Yadıma düşənlər bunlardır. Ola bilsin ki, bəlkə də nəsə yadımdan çıxsa, gələn videoda bunu qeyd edərəm. Çexiyaya necə gəlmək olar? Çexiyaya necə gəlmək olar? Mənə kommentlərdə çox yazırlar, hədsiz dərəcədə. Çexiyaya, məsələn üçün, sual verirlər ki, mən Çexiyada özüm iş tapsam, oraya gəlib işləyə bilərəmmi? Yəni özü buradan tapsın, agenturanın əli ilə yox. Yəni sırf zavodun özünə. Bəli, tapa bilərsiniz, amma onun təhlükəli məqamları da var. Yəni necədir? Mən də sizə başa salım. O vaxtları mən özüm də istəyirdim ki, agenturanın əli ilə yox, hələ özüm iş tapım, promoy gəlim bura işə. Deməli, orada mənfi cəhət nədir? Çünki sən ola bilər iş tapasan buradan, sənə buradan göndərsinlər dəvət, yəni fabrikdən, zavoddan dəvət göndərsinlər. Və dəvət göndərəndə də, misal üçün, o sizinlə dəvət göndərir ki, filan tarixdə, yəni buraya gələ bilərsiniz də, yəni dəvət edir ki, filan tarixdə buraya gəlin. Sən həmən o müddətdə bilmirsən axı ki, sən həmən müddətdə gəlib bura çıxa biləcəksən, yoxsa yox. Sənə viza verəcəklər, yoxsa yox. Çünki ola bilir ki, sən kvota məsələsi var da konsulluqda. O kvotaya düşmək üçün, bilmirəm, 2 aydan birdir, 3 aydan birdir açılır, 25 nəfər deyirlər o vaxtları. İndi bilmirəm, indi necədir orada vəziyyət. 25 nəfər adam düşür. Orada da qabağa düşmək zat söhbəti yoxdur. Orada belə bir şey lotereya kimi avtomatik bir şeydir. Kimin adı düşdü. Adam var 3 ay gözləyir, adam var 5 ay gözləyir, adam var bəlkə də 1 il gözləyir. Yəni haçan sənin adın düşdü ora, onda sənə dəvət edirlər konsulluğa, yəni viza üçün və dəlnəşi və növbəti addımlara görə sənə dəvət edirlər o üçün vizanı almaq üçün. Bir sözlə, həmən o müddətdə, misal üçün, səni əgər zavod, fabrik dəvət edibsə bura, indi məsələn üçün iyun ayıdır, səni çağırıb ora sentyabr ayına. Ki, sentyabr ayına gəl. Axı, sən əminsənmi ki, sən sentyabr ayına gəlib bura çıxa biləcəksən? Axı, onu heç kim qarantiya vermir.
Sən ola bilər ki, gedib posolstoya müraciət edəcəksən səfirliyə. Müraciət edəcəksən və oradan sənə viza vericilə alacaqsan vizanı. Vizanı alacaqsan, misal üçün gəldin çıxdın oktyabr, noyabr ayına. Onu heç kim bilmir sən nə vaxt vizanı alacaqsan. Oktyabr, noyabr ayına da sən çıxdın, uçdun, gəldin bura. Gəldin, girdin iş yerində ki, salam əleykum, bəs mənə dəvət vermişdiniz, gəlmişəm. Burada deyəcək ki, qardaş, mən sizə sentyabrda demişdim, sən noyabrda gəlmisən. Artıq həmən yer zan etdi. Və sən qalırsan burada havada göydə. Və sonra necə olacaq, sonraki addımı necə olacaq? Yəni bu biraz xoşa gəlməyən bir haldır. O baxımdan təhlükəlidir, o baxımdan təhlükəlidir. Amma agentura əli ilə gələndə isə, yəni mən özüm də çox müddət gözləmişdim Azərbaycanda. Onun müddəti bitir, o dəvətin müddəti bitir. O Bakıda olan o ki, şirkət ki var ki, ya firma var, ya şəxs var ki, hansı ki, burayla əlaqəlidir, o həmən o dəvəti yeniləyir sizin üçün təzədəndən. Yəni onun imkanı var ki, təzədən onu yeniləsin, təzədəndən yeniləsin. Yəni çünki həmən o fabrikin agentura ilə kontraktı var. Və o kontraktda əsasən də o agentura onlara işlədiyinə görə o zavodla onlar üçün rahatdır onu eləmir. Elə bir ki, Azərbaycandakı şəxs buradakı agentura ilə əlaqə saxlayır ki, bəs onun vaxtı, dəvətin vaxtı bitib, onu yeniləyir. Buradakı agentura gedir, onu yeniləyir və təzədən göndərir Bakıya. Və o yüzden də problem olmur. Yəni sənədlərin gəlməsi və bura gələndə də sənin üçün heç bir problem olmur. Yəni heç bir problem yaşamırsan. Sonra kommentlərdə yazırlar ki, ora qaçqın kimi gələ bilərəmmi? Və yaxud da oxumaq üçün gəlirəm, iş tapa bilərəmmi? Burada ümumiyyətlə qaçqın kimi gəlməyin heç bir şeyi yoxdur. Qətiyyən məsləhət görmürəm. O yola əl atmağın heç ehtiyac da yoxdur. Əgər sən normal qaydada, sivil qaydada gedirsən, işçi vizası ilə gələ bilirsənsə bura, niyə görə qaçqın vizası ilə gəlirsən ki? Qaçqın kimi gəlirsən ki? Çünki atqaz eləməyin şansı daha çoxdur. Yəni niyə görə sənə qaçqın, sən nə baş verir ki, ölkədə müharibə yox, bir şey yox, sən nə qaçqın kimi gəlirsən? Yəni bəlkə də siyasi yolla gəlirsənsə, yəni o barədə qətiyyən məlumatsızam, amma ki, yəni çox çətin qəliz məsələdir. Yəni zaman o vaxtki zaman deyil, indi bilirsiniz ki, hər şeyi konkret aydınlaşdırırlar, araşdırırlar və nə qədər adamları da deportasiya ediblər o baxımdan. Ona görə yəni belə yolları qətiyyən məsləhət görmürəm. Əgər siz gedib 2 illik kart alırsınız, işçi vizası ilə müraciət edirsiniz, rahat, sərbəst şəkildə alırsınız və bura gələndən sonra 6 ay burada yaşayandan sonra ailə birləşməsinə müraciət edə bilərsiniz. Yəni burada işləyəndən sonra, məsələn, tək özün gəlirsən, 6 ay burada işləyəndən sonra gedirsən, müraciət edirsən ailə birləşməsi üçün. O ailə birləşməsini də eləmək də o da onun üçün ayrıca bir video çəkmək lazımdır. Orada da çoxlu nüanslar var, yolları var. Yəni onun üçün ayrıca video lazımdır. Yəni 6 ay bura gələndən sonra, 6 aydan sonra ailə birləşməsi üçün müraciət edirsən, o da sivil qaydada, yəni ailənlə müraciət edirlər səfirliyə, müəyyən lazım olan sənədləri buradan sən göndərirsən və oradan da ailən lazım olan sənədləri yığır. Çox sənəd də lazım deyil, tələb olunmur. Aparırsan, verirsən və orada 2 ay müddətində sizə cavab gəlir ailə birləşməsi. Yəni viza verirlər, onlar da oradan otururlar, təyyarə ilə gəlirlər bura. Yəni səninlə bir yerdə yaşayırlar. Yəni bu qaydada, bura niyə görə qaçqın yolla ya qeyri-legal yolla gəlmək məsləhət görmürəm. Oxumağa gələnlər isə deyir ki, iş tapmaq və oxumaq adı ilə gəlmək. Bəli, oxumaq adı ilə dünyanın hər bir yerində mənə gəlir ki, gedib oxumaq adı ilə getmək olur ölkələrə, təhsil yolu ilə. Qaldı ki, iş tapmaq, yenə də deyirəm, iş tapmaq burada heç bir problem deyil. İş burada hədsiz dərəcədə çoxdur, zavodlar, fabriklər hədsiz dərəcədə çoxdur. İnandırım siz burada elanlar vururlar zavodların, fabriklərin qabağına. Bu Çexiyada olanlar bunları bilirlər, görüblər, yəni onlar bilirlər. Yəni təsəvvür edin ki, elanın hündürlüyü, uzunluğu ola bəlkə də 2 metr. Ya 3 metr hündürlüyü, uzunluğu hardasa bəlkə 5 metr, 6 metr. Ya nə bilim, belə bir razmerlərdə iş elanları dəvət edilir ki, gəlin bizdə işləyin, gəlin bizdə işləyin. Yəni belə burada iş yerləri çoxdur. Çünki zavod, fabrik hədsiz dərəcədə çoxdur. Hələ indi bir balaca çətinləşib. Nə barədə çətinləşib? Çünki Ukraynadan çoxlu sayda, yüz minlərlə qaçqınlar axışdı, gəldi. Milyonlarla qaçqınlar axışdı, gəldi və hamı da işləyir,
Kim istəyirsə, hamı yerdə iş var, gedib işləyirlər. Hələ ona baxmayaraq da iş yerləri hələ də var. Yəni belə, bu qədər. Videomuz çox istəmirəm uzun olsun. Bir də xahiş edirəm sizdən, videonu bəyənin, abunə olun, zınqrov düyməsində basın ki, gələn videodan agah olasınız. Kommentlərdə də nə suallar, hansı suallar sizi maraqlandırırsa yazın, mən də şərhlərə cavab verəcəm. Əgər görsəm ki, hər hansı bir komment çoxluq təşkil edir, o barədə də mütləq video çəkəcəm. Oldu hələlik, sağ olun, görüşərik.